Salam əziz avtomobil sahibləri, əziz bizi izləyənlər. Belə bir şey nəzərinizə çatdırmaq istəyirəm ki, deməli bu gördüyünüz avtomobil BMW F30 avtomobildir və biz bu avtomobildə ümumi yoxlanış edəcəyik. Avtomobil sahibi bildirdi ki, uzaq yola çıxacam və avtomobili uzaq yola çıxmamışdan öncə yoxlamaq istəyirəm ki, görəm ümumiyyətlə bu avtomobilin bir problemi var, yoxsa yox. Avtomobilin yoxlanışını elədik və hal-hazırda da yoxlanışımız davam edir. İlk öncə olaraq onu demək istəyirəm ki, dinamo qayışı gördüyünüz görün nə vəziyyətdədir. Qırıq-qırıq, çart-çart. Görürsünüz. Bu dinamo remeni yaramır. Hər anda təhlükəli yolda qoya bilər. Bu dinamo qayışının, yəni dinamo remeninin yenisi ilə əvəz edəcəyik və bundan əlavə olaraq nəzərinizə çatdırmaq istəyirəm ki, təbii ki, qoyduğumuz da zəmanətli dinamo remeni olacaq və nəzərinizə çatdırmaq istəyirəm ki, avtomobil sahibləri bizim gördüyümüz işlərə %100 zəmanət var. Əgər özünüz işdəsinizsə, ofisdəsinizsə, servisimizə gələ bilmirsinizsə, maşınınızı göndərirsiniz rahatlıqla bizim servisə və avtomobilinizi qəbul edirik. Avtomobil qəbul elədikdən sonra mən avtomobili tamamilə hər bir şeyini yoxlayıram. Avtomobildə olan bütün problemləri WhatsApp üzərindən video vasitəsilə sizə canlı olaraq video vasitəsilə də göndərirəm. Avtomobil ümumi xərclərini də çıxardıram və təklifimi də eləyirəm. Avtomobilin xərcləri budur, əl haqqısı müştəriyə bildirirəm ki, əl haqqısı da bu qədərdir. Əgər razı olsanız, okey versəniz, avtomobilinizi təmir edirik və sonda isə yazılı formada servisimiz tərəfimizdən möhürümüzlə bir yerdə zəmanətimizi veririk. Əgər belə bir servis istəyirsinizsə, belə bir qulluq istəyirsinizsə, bizim servisə seçib yaxınlaşa bilərsiniz. Həm də bu avtomobildə nəzərinizə çatdırmaq istəyirəm ki, bir neçə elektrik problemləri vardı. Onları da inşallah aradan qaldıracağıq. Həm qapısı zamoqunda problem var, həm də ki, siqnalında problem var idi. Onu da düzəltdik. Müştərimizə xeyirli uğurlu olsun. Təşəkkürlər, izləmədə qalın.